Burada limon hissəcikləri var. Hibiskusa oxşaya bilər. Rənginə görə hibiskus deyil. Albalı atmışam. Həmişə elədiyim soyuq çayda limonlu, şəkərli, buzlu, amma buz az idi. Fərqli dadı var. Bəzən zoğalı da atmaq olur. Sadəcə turş məzəliyi artdıqca fikirləşdim. Yarım limon idi, amma normal limon idi də. Gerçək limon. O dərman dadı verənlərdən deyildi. Təbii ki, tumlarını çıxartmışdım vişnənin. Belə maraqlı olunur. Rəng olaraq, dad olaraq turş məzəliyi öldürsün deyə çox şəkər tozu istifadə edirsən. Bir də çayın dəmi təzə dəm olur da. Onu şoklama ilə, buzla edirsən. Qəşəng, maraqlı bir şey oldu. Nanə yoxdur.